əziz abituriyentlər və müəllimlər, bu gün sizlərə 4-cü blok səviyyəli, həm də MIQ imtahanlarında, sertifikasiya imtahanlarında rastlaşa biləcəyimiz belə bir sualın izahını verəcəm. Deyir, artıq miqdarda götürülmüş qələvi məhlulu var, hansı ki bunu sink və maqnezium metallarından ibarət qarışığın üzərinə əlavə edirik və bizə deyir, reaksiya axıra qədər getdikdən sonra qabda 4,48 litr qaz ayrılır və qarışığın kütləsi 25% həll olur. Qarışıqda maqneziumun kütləsini qramla hesablayın deyir. İlk öncə biz burada bilməliyik ki, sink və maqneziumla qələvi ilə reaksiya girən yalnız sink olur. Sinkin natrium hidroksid ilə reaksiyasından alınacaq natrium, sink, buradan 2, natrium, sink, O2 plus hidrogen ayrılır. Əmsallaşdırdıqda yalnız qələvinin qarşısına 1-2 ataq. Mən görürəm ki, 65 qram sink reaksiya daxil olduqda 22,4 litr hidrogen ayrılır. Bəs nə qədər sink metalı reaksiya daxil olsa 4,48 litr ayrılar. Buradan da X çıxır 13 qram. Hansı ki, deyir, qarışığın 25% həll olur. Hansı ki, bu həll olan sink idi. Və mən də tapdım ki, sinkin həll olan miqdarı 13 qramdır. 13 qram sink 25%-ə uyğundursa, qarışıqda maqneziumun kütlə payını, kütləsini müəyyən edin deyir. 25% sinkin idirsə, 75% də maqneziumundur. Bu zaman 75%-in isə yenə bir X-a, X də buradan çıxır 39. Cavab C variantı.